Əfsanələr ona elçi düşdü. Şahrux Xanı məşhur etdi. Təhsili yarımçıq qaldı. Aktrisa halqdan siyasətə atılan Hema Malini kimdir? Ölkəz Hema Malini haqqında maraqlı faktları təqdim edir. 16 oktyabr 1948-ci ildə Hindistanda Mankudi bölgəsinin Madras əyalətində doğulub. Malini karyerasına Bollywoodda yox, Tamil kino sənayesi olan Kollywoodda başlayıb. O, səhnə fəaliyyətinə üstünlük verdiyi üçün ali təhsilini yarımçıq qoyub. Sənətə ilk addımları 1963-cü ildə Hindistanın cənubunda istifadə edilən Tamil dilində çəkilən Itu Satyam filmi ilə atıb. Buradakı roluna Bollywoodun qapılarını açıb. İlk dəfə 1968-ci ildə Hind kinosunun ulduzu Raj Kapoorla birlikdə Xəyalların Alverçisi filmində başrolda çəkilib. Sonralar isə tez-tez Hind kinosunun əfsanəsi Diyar Mendra ilə çox sayda filmlərdə rol alıb. Xalq arasında Xəyal qızı kimi tanınan Hema Malini 1977-ci ildə Xəyal qızı adlı filmdə də çəkilib. Aktrisa 1970-ci illərdə daha çox populyarlıq qazanıb. Buna səbəb isə onun tərəf müqabili Diyar Mendra ilə eş yaşaması idi. Onların birgə rol aldığı ilk film Sən gözəlsən, mən cavanam olub. İkili təxminən 40-45 filmdə birgə işləyib. Ümumilikdə 30 romantik janrda çəkilmiş filmdə cütlük kimi başrolda canlandırıblar. Sevilən aktrisa Hindistan kinosunun bir çox tanınmış siması Dev Ana, Rajesh Khanna, Amitabh Bachchan ilə birlikdə çox sayda filmdə çəkilib. Hema Malini 5 məşhur Kapoorla Raj Kapoor, Shami Kapoor, Shashi Kapoor, Ranbir Kapoor və Rishi Kapoorla birgə filmlərə çəkilən yeganə aktrisadır. Hind kinosunun ulduzları Stendra və Sanjeev Kumar ona evlilik təklif etsə də, qəlbini qazanan yeganə həmkarı Diyar Mendra olub. Hətta qeyd edilir ki, Şolay filmində Vernon Basantiyə silah işlətməyi öyrətdiyi səhnədə Diyar Mendra işıqçılara təkrar səhv etmələri üçün rüşvət verib. Beləliklə, Diyar Mendra səhnələrin təkrarlanmasına görə Hemanı qucaqlamaq şansı əldə edirdi. Onlar arasında sevgi münasibəti başlayanda Diyar Mendra evli və 4 uşaq atası idi. Hindu dininə görə onlar münasibətlərinə davam edə bilməzlər. Buna görə cütlüyün İslam dinini qəbul etdiyi bildirilir. 1980-ci ildə Diyar Mendra ilə evləndikdən sonra cütlük birlikdə Əli Baba və 40 Quldur, Raziya Sultan, Raj Tilak kimi bir neçə filmdə rol alıb. O, ümumilikdə 150-dən çox filmdə rol alsa da, karyerasında yalnız bir dəfə ən yaxşı aktrisa nominasiyasında Filmfare mükafatını qazanıb. O, bu mükafatı Zita və Gita filmindəki roluna görə alıb. Onun çəkildiyi məşhur filmlərə Şolay, yəni Qığılcım, Satya Besatda, Kranti, Bağban, Johnny Meranam və s. misal göstərmək olar. Hema Malini 1970-ci ildə 1985-ci ilə qədər ən yaxşı gəlir gətirən aktrisalar siyahısına 11 dəfə liderlik edib. O, həmin illərdə çəkildiyi filmlərlə təkcə şirkətlərə qazandırmırdı, həm də özü Hindistanda ən çox qazanan aktrisalardan biri idi. Hema aktrisalıqla yanaşı həmçinin 3 filmin rejissoru və prodüseri olub. Onun 2011-ci ildə çəkdiyi Söylə Mənə Ey Tanrı filmində Diyar Mendra və onların böyük qızları Esha Deolda rol alıblar. Hema Time jurnalının üz qabığında görünən ilk Hind aktrisası olub. Onun Hindistan film sənayesinə ən böyük töhfələrindən biri də Şahrux Xan olub. Belə ki, Hema rejissorluq etdiyi filmdə Şahrux Xanı da çəkərək onun karyerasında yüksəlməsinə səbəb olub. 1999-cu ildən siyasətə atılan Hema Malini ölkədə hakim Bharatiya Janata partiyasına qoşulub. O, 2003-2009-cu illərdə partiyanın yuxarı palatasında deputat olub. 2010-cu ildə isə partiyanın baş katibi təyin olunub. 2014-cü ildən indiyə qədər isə partiyanın aşağı palatasında millət vəkilidir. Hema Malini aktrisalıqdan əlavə məşhur Bharatanatyam rəqqasıdır. O, gənc istedadları yetişdirən və ənənəvi rəqs formalarını qoruyan Natya Vihar Kalikandra rəqs məktəbini qurub. Hema rəqs sahəsindəki qabiliyyətini çəkildiyi filmlərdə də bütün dünyaya nümayiş etdirib. Hema Malini uşaqlıqdan bəri vegetarian olub. Heyvanlara şiddətə qarşı olduğuna və vegetarianlığı təşviq etmə öhdəliyinə görə 2011-ci ildə Beta Hindistanın ilin adamı mükafatını alıb. O, Hindistan hökumət tərəfindən verilən yüksək Padma Shri də daxil olmaqla çox sayda mükafata layiq görülüb. Aktrisa fəaliyyəti boyu xeyriyyə və sosial layihələrdə iştirak edib. Hema Malini sonuncu dəfə 2020-ci ildə 72 yaşında Netflixin çəkdiyi Shimla Mirchi filmində rol alıb.